Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugün yeni dərs videolarımızla sizin qarşınızdayıq. İlk dərsimiz elektron qaimənin göndərilməsi olacaq. Bir sıra müraciətləri nəzərə alaraq bugün sizə praktik portal üzərindən elektron qaimənin göndərilməsini icra eləyəcəyik. Yaxın oturun, başlayırıq. Bunun üçün birinci elektron qaimə göndərmək üçün çalışdığınız şirkətin sizdə asan imzası, ID parolu 6 rəqəmli, PIN 1 sistemə girmək üçün 4 rəqəmli və PIN 2 göndərilən elektron qaiməni imzalanmasını təsdiq eləmək üçün 5 rəqəmli PIN 2 lazımdır. PIN 1 və PIN 2 həmin asan imzanın kart nömrəsinin arxa hissəsində yerləşir, oradan əldə edə bilərsiniz. Bu nömrələr və parollar sizdə olduqdan sonra həmin internet üzərindən Google-a daxil olaraq e-taxis.gov saytına daxil oluruq. Daxil ol vururuq mavi işarədən. Və burada siz portala hansı vasitə ilə girsə onu seçə bilərsiniz. Asan imza ilə daxil oluruq və asan imza nömrəmizi, ID parolumuzu qeyd eləyəcəyik. Hal-hazırda biz özümüzün asan imzasını qeyd eləyirik. ID parolumuzu yazırıq. Və daxil ol üzərindən vururuq. Telefonunuzda asan imza aktiv olmalıdır və aylıq abunəsi bilirsiniz olur. Onu köçürmə eləməlisiniz ki, aktiv olsun. Və daxil olan kodu baxırsınız. Düz olandan sonra PIN 1 4 rəqəmli həmin PIN 1 kodumuzu yazıb göndəririk. Və gözləyirik bir neçə saniyə sistemə daxil olacaq. Sistemə daxil oluruq. Burada VN başlığına keçirik. Fiziki şəxslərdə, sahibkarlarda 2 rəqəmlə bitir, hüquqi şəxslərdə, MMC-lərdə 1 rəqəmlə bitir. İndi biz sahibkar olan VN-imizlə davam edirik. Və burada sol tərəfdə çanta işarəsi elə ona daxil oluruq, yadımızda belə saxlayırıq. Elektron qaimə faktura və buradan təqdim etməyə birinci, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə faktur. Ora daxil oluruq. Kimə göndərəcəyik qaiməni? Həmin qarşı tərəfi xidmət göstərdiyimiz və yaxud da mal satışı edəcəyimiz həmin müştərinin VN-ini yazırıq. Bunun üçün birinci, alqı-satqı müqaviləsi və yaxud xidmət müqaviləsi bağlanıb təsdiqlənməlidir ki, həmin müqavilə tarixinə əsasən təsdiq edildikdən sonra müqavilə nömrəsinə görə qaimə göndərilə bilər. Elektron qaimə göndərildikdən sonra ya qarşı tərəf baxıb təsdiqlənməlidir, ya da 5 iş günü ərzində sistem özü təsdiqləyəcək. Elektron qaimə göndərilir, hesab faktura göndərilir, daha sonra köçürmə əməkdaşları icra oluna bilər. Biz buradan qarşı tərəf kimə göndəriksə həmin VN-i yazacağıq. Məsələn, biz mühasibatlıq xidmətləri göstəririk, misal üçün ütü qrup MMC-yə və onun VN-ini qeyd eləyəcəyik. Baxırıq, müştərimizin VN-ini qeyd edirik. Müəssisən adı çıxır, seçirik, davam et vururuq. Açılan səhifə ilə bir tanış oluruq, blanklara, xanalara baxırıq. Gördüyünüz kimi burada məhsul və ya xidmət göndərdikdə elektron qaimə üçün malın kodu seçilməlidir. Hansı işi və ya xidməti təhvil verirsinizsə, görürsünüzsə onun adı yazılacaq. Məsələn, bizdə mühasibatlıq xidmətidirsə əgər, xidmətlər başlığından keçirik və işimiz gördüyümüz işin adını qeyd edirik. Mühasibatlıq işləri və yaxud mühasibat işləri saytına sayır xidmətlər alternativ olaraq misal üçün icra edirik. Baxacaqsınız ki, sizə də uyğun olan hansıdır. Ola bilər ki, siz işə başladıqdan sonra sizdən öncə göndərilən qaimələr olsun. Əgər xidmət və şirkət eynidirsə, oradan baxıb öncəki həmin qaimə kodunuzu seçə götürə bilərsiniz. Əgər yox, yeni şirkət, yeni bir xidmətdirsə və ilk dəfə göndərirsinizsə, heç göndərilən qaimə olmayıbsa, o halda qeyd etdiyimiz kimi uyğun, müvafiq olan həmin kodlardan birini seçirik. Və hansı işi görürüksə, işin və xidmətin adı yerinə həmin işimizi yazırıq. Gəlirik ölçü vahidi. Ola bilər ki, sabah siz elə xidmət göstərəsiniz ki, təmizlik xidməti ola bilər, təlim xidməti ola bilər şəxslər üzrə. Ölçü vahidi olmayanda buradan siz nəfər yaza bilərsiniz, həmin şəxslər üzrə olanda. Əgər olarsa, hal-hazırda məsələn ədəd ola bilər, bir şirkətin işini görürsünüz, bir hesabat verirsiniz, 2 hesabat verirsiniz. Hal-hazırda biz nümunə üçün ölçü vahidində ədəd seçəcəyik. Daha sonra isə miqdar həcmi yerinə ölçü və ədəd seçmişiksə 2 hesabatdır, 2 bəyannamədir və yaxud 2 şirkətdir. Neçə iş görürsünüz də. Əgər biz bir şirkətə bu işi elektron qaimə üçün göndəririksə, baxacağıq onun bəyannamə, hesabat dövrlərinə neçə iş görürüksə onun sayını yazacağıq. Və yaxud işin birini
qiymətini misal üçün yazırıq. Yazandan sonra özü avtomatik olaraq məbləği qeyd edir və aşağıda əlavə et vururuq. Əgər ki, hər iki tərəf ƏDV ödəyicisi olarsa, ƏDV məbləğləri də öz avtomatik çıxacaq. Əgər deyilsə, yəni hələ ki dövrəyə çatmayıb, onda çıxmayacaq. Əlavə et vururuq və gördüyünüz kimi sətirlər aşağı düşür. Əgər siz hər hansı bir səhvən əliniz dəyər, hər hansı bir düzəliş etmək istəyirsinizsə sonradan, sətir düşən kodun qarşısında qələm işarəsi var. Qələm işarəsinin üzərində vurduqda açılır. Miqdar, qiymət və yaxud adında hər hansı bir düzəlişi edib yadda saxla vura bilərsiniz. Və gəz aşağı əsas ulduz yerinə müqavilənin nömrəsi və yaxud müqavilənin bağlandığı tarix qeyd olunacaq. Məsələn, 20 may 2026, misal üçün 15 nömrəli müqaviləyə əsasən bu qaymə göndərilmiş olacaq. Və sonda mavi xanada görürsünüz, imzala göndər, PIN 2 5 rəqəmli yazmaqla imzalayıb qarşı tərəfə göndərmiş olursunuz. Hesab fakturalar daha sonra göndərirsiniz. Bank hesab rekvizitləri göndərilməlidir ki, ödənişlər də köçürsün. Belə, əziz dostlar, bugünlük bu qədər elektron qaymə göndərilməsini öyrəndik. Əlavə sualınız olarsa şərh bölməsində qeyd eləməyi unutmayın. Hələlik.